qızılları. Tez. Bir də belə şey eşitsəm, doğma qardaşım da olsa, heç nəyə baxan deyiləm. Böyük kəsin qulağı boyda eləyəcəyəm. Amma inanmıram ki, bir də belə anasının əmcəyini kəsən tapılar. Qatır Məmməd xaindir, yoxsa qəhrəman? Gəlin bu haqda daha ətraflı danışaq. Qatır Məmməd Azərbaycan kinosunda və xalq arasında dolaşan rəvayətlərdə ən çox müzakirə olunan obrazlardan biridir. O, Qatır Məmməd filmində təqdim olunub və bu obraz illərdir insanları iki yerə bölür. Kimisi onu qəhrəman sayır, kimisi isə xain kimi görür. Ən maraqlı tərəfi isə odur ki, Qatır Məmməd haqqında dəqiq və rəsmi tarix yoxdur. Onun həyatı daha çox şifahi rəvayətlərə və bədii yanaşmaya əsaslanır. Ehtimallara görə o 1800-cü, 1900-cü illər arasında, yəni təxminən 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşayıb. Bu dövr Azərbaycanda sosial ədalətsizliyin, kasıb və varlı təbəqə arasında böyük fərqin olduğu bir zaman idi. Rəvayətlərdə Qatır Məmməd sadə kəndli kimi təqdim olunur. Onun dağlıq ərazilərdə, kəndlər arasında yaşadığı, bəzən qaçaq həyatı sürdüyü deyilir. Qatır ləqəbi isə təsadüfi deyil. Bu ad onun dözümlü, güclü, yorulmaz və biraz da tərs xarakterini ifadə edir. Yəni necə ki, Qatır ağır yük daşıyır və asanlıqla təslim olmur, o da həyatda çətinliklərə qarşı belə davranan biri kimi göstərilir. Onun həyatında ən aktiv dövrün təxminən 25-dən 40-a qədər yaş aralığında olduğu deyilir. Bu dövrdə o, daha çox hadisələrin içində olub, qarşı durmalara girib və ad çıxarıb. O nədir belə kişi? Nə yaparırsan? Heç soruşmasan yaxşıdır. Allah xatirinə geri, yatalaqdır, başına dönüm, geri. Hara aparırsan? Doktordan kağızı var. Heç bilmirəm qazağa çatdıra biləcəm ya yox. Bu arabanı bırak. Kızım kalk, geçtik. Bəzi rəvayətlərdə deyilir ki, o kasıblara kömək edib, varlıların haqsızlığına qarşı çıxıb. Bu səbəbdən bəzi insanlar onu xalq qəhrəmanı kimi qəbul edir. Amma digər tərəfdən, onun hərəkətləri hər zaman müsbət olmayıb. Bəzi hallarda sərt davranıb, qanunlara qarşı çıxıb və öz bildiyini edib. Bu isə onu bəzilərinin gözündə təhlükəli və etibarsız birinə çevirir. Yəni o, klassik yaxşı insan obrazına uyğun gəlmir.